رجل صلى ركعتين في 10 رمضان، وآخر صلى ركعتين في 10 ذي الحجة، أيهما أفضل؟ الثاني ولا الأول؟ الثاني. والله هذا غريب على العوام، غريب على العوام. كيف تجعل العمل الصالح في 10 ذي الحجة أفضل من العمل الصالح في 10 رمضان؟ هذا غريب على العوام، لكنه ليس غريبا على أهل العلم. ولهذا أقول إنه يجب على أهل العلم أن يبينوا للعامة أن العمل الصالح في 10 ذي الحجة أحب إلى الله من العمل في أي وقت. بسم الله والحمد لله وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وآله وسلم. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz qardaşlar, Zilqa'də ayının son günlərindəyik və Zilhiccə ayının astanasında. Ona görə istədim ki, bu mübarək ayla əlaqəli, bu mübarək günlərdə edilən və edilməsi şəriət tərəfindən təşviq olunan salih əməllərlə əlaqəli ilk növbədə öz nəfsimə, sonra da sizə bir xatırlatma edim. Və biz bunu bəlkə də 10 ildə edirik. Yəni, hər il bu təkrarlanır. Və belə görünür ki, hələm də buna ehtiyac var. Ümumiyyətlə, dünya müsəlmanlarının, söhbət bizdən tək gelmir. Ümumən, dünya müsəlmanlarının halına baxanda Zilhiccə ayına qarşı vəziyyət elə də ürək açan deyil. Və biz bunu harada daha yaxşı görürük? Müsəlmanların Ramazan ayına olan münasibətləri ilə Zilhiccə ayına olan münasibətlərini müqayisə edəndə. Məsələn, baxın, müsəlmanlar Ramazan ayını necə qarşılayırlar? Hətta günlər, həftələr qalmış, görürsən ki, insanda bir intizar, bir gözləmə, bir şövq var ki, artıq Ramazana yarım ay qalıb, bir həftə qalıb, 3 gün qalıb. Görürsən, sabah Ramazandır ya yox, hamı bir-birinə soraqlaşır, bir şövq var. Hamı sanki intizarla gözləyir Ramazan ayını. Və biz bu şövqü, bu halı Zilhiccə ayına nisbətdə görmürük. Və bunun da səbəbi nədir? Müsəlmanların bu aydan, bu ayın fəzilətindən qafil olmaları. Və hətta deyərdim ki, bunda qismən də olsa elm əhlinin də payı var. Çünki bu yöndə çox xatırlamaya, çox nəsihətə ehtiyaclar var. Məsələn, biz məsələni elm əhlinə və məscid imamlarına, xətiblərə, vaizlərə qaytarsaq, düzdür, alimlər bu şeyləri kitablarında qeyd ediblər. Amma əyani olaraq insanlarla, sıravi insanlarla ünsiyyətdə olan məscid imamlardır, xətiblərdir. Görsən, Ramazan ayı girməmiş, hətta Ramazan ayına bəlkə də bir ay qalıb, artıq Ramazanın fəziləti ilə əlaqəli xütbələr, vəzlər, dərslər başlayır. Amma biz bunu Zilhiccə ayına nisbətdə görmürük. Və Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Buxari rahiməhullahın rəvayət etdiyi hədisdə buyurur ki, Mə min əyyəmin əl-əməlu salihu fiyhə əhəbbu iləllahi min hədihil əyyəm. Bu günlərdə, yəni Zilhiccə ayının ilk 10 günündə edilən əməllər ilin digər illərinə nisbətdə, ilin digər günlərinə nisbətdə, o günlərdə edilən əməllərdən Allaha daha sevimlidir. Yəni, təsəvvür edin, ilin bütün illərinə nisbətdə bu günlərdə edilən salih əməllər Allah Azza və Cəlləyə qarşı ən sevimli əməllərdir. Və hətta sahabilər bunu eşidəndə dedilər ki,
ey Allahın Rəsulu, vələl cihadə fi səbilillah, hətta Allahın yolunda cihad belə, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, vələl cihadə fi səbilillah, hətta Allahın yolunda cihad belə. Yəni, sahabə nə soruşur? Sahabə soruşur ki, yəni, bu günlərdə edilən salih əməllər digər aylarda edilən cihaddan da əfsəldir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bəli. Lakin orada cihadın bir növünü istisna edir. O da kimdir? İllə raculan xaraca bi nəfsihi və məlihi thumma lam yerci' min zalika bi şey. O kişidən başqa ki, öz malı ilə, öz canı ilə çıxa Allah yoluna və heç bir şeylə qayıtmaya. Yəni, orada şəhid ola. Bu kəsdən başqa. Cihadın ən yüksək zirvəsi, mərtəbəsi. Allah Resulü aleyhissalatu vesselam əməllərdən yalnız bunu istisna edir. Əməllərdən yalnız bunu istisna edir. Deməli, Allah Resulü aleyhissalatu vesselam əməllərdən nə isə istisna etmədi. Etdi. Bunun müqabilində vaxtlardan, günlərdən nə isə istisna etmədi. Bu nə deməkdir? Bu o deməkdir ki, Ramazan ayı da daxil, Zilhiccə ayının ilk 10 günü ilin bütün günlərindən əfsəldir. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndə ki, mənim bu məscidimdə qılınan namaz 1000 namaza bərabərdir. Sonra neynədi? İstisna elədi ki, Məscidul Haramdan başqa, Kəbə məscidindən başqa. Niyə istisna etdi? Çünki orada istisnadır. Orada qılınan namaz Peyğəmbər məscidində qılınandan üstündür. Hətta bu hədisin özündə də cihadın ən yüksək mərtəbəsini istisna etmədi. Etdi. Lakin günlərə gəldikdə heç bir günü istisna etmədi. Yəni Allah Resulü aleyhissalatu vesselam demədi ki, bu günlərdə edilən əməllər Allaha ən sevimli olan əməllərdir. Və bir rəvayətdə gəlir ki, əfdalu indəllah, Allah qatında ən əfsəl olan əməllərdir. Bu günlərdə edilən əməllər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm demədi ki, Ramazandan başqa. İstisna etmədi. Ona görə Ramazan da bura daxildir. Həmçinin bu rəvayət ki var, əfdalu indəllah, yəni iki formada gəlib. Allaha ən sevimli olan əməllər, bir də Allah qatında ən fəzilətli olan əməllər. Burada fəzilət deyəndə fəzilət iki yöndən nəzərdə tutulur. Bir, yəni Zilhiccə ayının 10 günündə edilən hansısa fəziləti aşağı olan bir əməl, başqa aylarda edilən fəziləti yüksək olan əməldən daha fəzilətli olur. Yəni, məsələn, ibadət olaraq müqayisə etsək namazla orucu, mücərrəd olaraq, fərz, nafiləyi ayırmasaq, namaz və oruc, hansı daha əfsəldir? Namaz. Oruca nisbətdə əfsəldir. Bu, o deməkdir ki, Zilhiccə ayında tutulan nafilə oruc, məsələn, Şaban ayında qılınan nafilə namazdan üstündür. Ona görə İbn Rəcəb rahimehullah qayda olaraq deyir ki, İnnəl amələl məfdul fil vaqtil fadil yultəhaq bil amelil fadil fi qeyrihi. Yəni, bir əməl ki, fəziləti ola bilsin azdır, lakin fəziləti az olan əməl fəzilətli bir gündə edilib. Belə bir əməl adi bir gündə edilən fəziləti çox olan əmələ qiyas edilir. Və hətta əcir, savab baxımından da savabının üstünə savab gəlir. Bu, hədisdə qeyd olunan, yəni bu əməllər Allah qatında ən əfsəl əməllərdir, mənası budur. Birinci mənası budur. Ki, ola bilsin bir əməl fəzilət baxımından digər əməldən aşağıdır, lakin bu günlərdə edildiyinə görə fəziləti çox olan əməli üstəliyir. Dəlil elə sahabələrin sualı. Çünki sahabələr bilirdilər ki, cihad ən əfsəl əməllərdəndir, dinin zirvəsidir. Ona görə cihadı soruşdular. Çünki hədisdən bunu anladılar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onların fəhimlərini inkarləmədi. Əksinə təsdiqlədi. Dedi ki, vələl cihadə fi səbilillah. Hətta Allah yolunda edilən cihad da belə. Bura daxildir.
Və həm də bunun, bu hədisin ikinci mənası nədir? İkinci mənası odur ki, ola bilsin eyni əməldir. Eyni əməldir. Məsələn, oruc. Biri var, sən orucu bu günlərdə tutasan və ya Qur'anı bu günlərdə oxuyasan və ya sədəqəni bu günlərdə verəsən və ola bilsin bunu Rəcəb ayında edəsən. Zülqa'dədə edəsən, başqa aylarda edəsən. Eyni əməldir. Lakin bu ayda edilən digər aylarda ediləndən əfsəldir. Ona görə bir rəvayətdə gəlir ki, Əl-əməlu fihinnə yuda'af bi 700. Bu günlərdə edilən əməllər, o əməllərin əcri, savabı 700-əcən yüksəlir. Çünki bilirsiniz ki, insan salih əməl edəndə asiliklərə əks olaraq asiliklərdə günah 1-ə 1-dir. Amma ibadətlərdə ən azı 1-ə 10-dur. Və hədisdə gəlir ki, Əl-əməlu fihinnə yuda'af bi 700. Bu günlərdə edilən əməllər, bu əməllərin əcri, savabı digər günlərə nisbətdə 700-əcən yüksəlir. Və bu da Allah Azza və Cəllənin rəhmətindəndir ki, bəzi yerləri, bəzi vaxtları, bəzi məqamları insan üçün mübarək edib. Ki, insan o vaxtlardan, o yerlərdən istifadə etsin. Allah Azza və Cəlləyə yaxınlaşmaq üçün, əcrin, savabın artması üçün, qəlbin açılması üçün, qulun Allaha yaxınlığı üçün. Bu Allahdan rəhmətdir. Ona görə belə fürsətlərdən istifadə etmək lazımdır. Hətta istifadə edib başqa aylarda o fövdə verdiyin, puç etdiyin fürsətlər ki var, heç olmasa onu əvəzləsin, onu örtsün. Və biz dedik ki, bu günlərdə edilən əməllər Ramazan da daxil, ilin bütün günlərində edilən əməllərdən üstündür. Bu qəribə bir şey deyil. Ümumiyyətlə biz Ramazan ayı ilə Zilhiccə ayını müqayisə etsək, fikir verin Allah Azza və Cəllənin hikmətinə, o şəriətində, əhkamlarında olan nizama fikir verin. Demək olar, eyni proses gedir. Ramazan ayına xas əsas ibadət hansıdır? Oruc. Hansı ki, İslamın 5 rukunundan birisidir. Yəni, İslamın 5 rukunundan birisi Ramazan ayında edilir. Ramazan orucu. İndi Zilhiccəyə fikir ver. İslamın o biri rukunu, həc ibadəti Zilhiccə ayında edilir. Ramazan ayında ilin ən xeyirli gecəsi var. Qədir gecəsi. Zilhiccə ayında ilin ən xeyirli günü var. O da Ərəfə günü. Və sonra Ramazan ayında Allah Azza və Cəllə elə bir hökmlər qoyub ki, müsəlman həm də digərlərini düşünür. Məsələn, fitrə sədəqəsi. Və bu Zilhiccədə də var, o da nədir? Qurban ibadəti. Deməli, Ramazan ibadət dolu bir ay və sonu nəyinə tamamlanır? Müsəlmanın bayramı. Zilhiccənin ilk günləri, ibadət dolu günlər, sonu nə ilə tamamlanır? Müsəlmanın bayramı. Eyni proses gedir. Lakin Zilhiccə ayına xas elə özəlliklər var ki, o Ramazanda yoxdur. Yəni, Ramazanda bildiyi nə varsa, artığı ilə Zilhiccədə var. Amma Zilhiccə ayına xas elə şeylər var ki, Ramazanda yoxdur. Məsələn, Allah Azza və Cəllə buyurur ki, İnnə iddətə şuhuru indəllahi 12 şəhra. Allah qatında ayların sayı 12-dir. Göylər, yer yaranan gündən bəri. Minhə ərbaətun hurum. O aylardan 4-ü haram aylardır. Və Zilhiccə ayı o aylardan birisidir. Haram yəni nə? Nə mənada haram? Yəni təzim edilməsi, hörmət edilməsi vacib olan aylardır.
Zilqa'də, Zilhiccə, Muharram bir də Rəcəb. Hətta cahiliyə ərəbləri bu aylara hörmət edirdilər. Bu aylarda döyüş olmurdu. Bu aylar gələndə insan özünə fikir verirdi. Məsələn, Ramazan ayı haram aylardan deyil. Amma Zilhiccə ayı haram aylardandır. Məsələn, bu xüsusiyyət, bu fəzilət Ramazanda yoxdur. Amma Zilhiccədə var. Həmçinin Zilhiccəyə xas xüsusiyyətlərdən birisi nədir? Ən əfsəl məqam nədir? Bir var, biz deyirik ki, fəzilətli vaxt, fəzilətli yerlər. Bir də var, bəzi hallarda bu şeylər birləşir. Və bu Zilhiccədə var. Məsələn, həc ibadətində olanlar üçün bir insan Arafa günü, Arafada, vaqfa duranda fəzilətli yer ilə məkanla zaman birləşdi. Zilhiccədə bu mümkündür ya yox? Mümkündür. Yəni şəri hökm olaraq. Amma bu Ramazanda yoxdur. Ona görə bu Ramazanda olsun deyə Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazan ayında ümrəyə təşviq edib. Hətta bu Ramazanda olsun deyə. Yəni fəzilətli vaxt ilə zaman, məkan birləşsin deyə. Amma əsli etibarı ilə yoxdur. Amma Zilhiccədə var. Lakin alimlər nəyi istisna ediblər? Ramazan ayının son 10 gününün gecələrini. O da Qədir gecəsinə görə. İstisna etdikləri yalnız budur. Deyiblər ki, Ramazan ayının son 10 gününün, yəni gecələri ki var, ən əfsəl gecələrdir. Qədir gecəsinə görə. Lakin gündüzlərə nisbətdə yenə də Zilhiccə ayının ilk 10 günü ilin ən əfsəl günləri sayılır. Və bu günlərdə edilən əməllərdən, ibadətlərdən nələri qeyd etmək olar? Birincisi, həc və ya ümrə ibadətini. Bayaq qeyd elədiyim kimi, İslamın bu ruknu, necə ki adı üstündədir, deyirik ki, Zilhiccə, yəni həc ayı, həccin sahibi olan ay. Həc ibadəti bu ayda edildiyinə görə. Uca Allah buyurur ki, وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا. Yəni gücü çatan insanların üzərində Allah Azza və Cəllənin haqqıdır ki, onlar Allahın evini, Kəbəni ziyarət etsinlər. Həmçinin bu günlərə xas əməllərdən oruc ibadəti. Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcələri deyir ki, İmam Nəsainin rəvat etdiyi səhih hədisdə, Peyğəmbər sallallahu aleyhi və səlləm Zilhiccə ayının 9 gününün orucunu heç vaxt tərk eləməzdi. Və bir hədisdə, İmam Müslim rəvat etdiyi hədisdə Allah Resulü aleyhissalatu vesselam məhz Arafa gününün orucu ilə əlaqəli buyurur ki, mən ümid edirəm ki, Arafanın orucu bir il keçmiş və bir il gələcək günahlara, kiçik günahlara kəffarədir. Ona görə alimlər qeyd edirlər ki, bu günlərə xas olan əməllərdən birisi də budur. Ümumiyyətlə bir şey qeyd edeyim, bu günlərə xas olan əməl, salih əməl, ibadət deyiləsi bir şey yoxdur. Nə mənada? O mənada ki, bildiyin bütün salih əməlləri, bildiyin bütün ibadətlər bu günlərə xasdır. Ona görə hədisdə, əvvəldə qeyd edədiyim hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mə min əyyəmin əl-əməlu salihu fiyhə əhabbu iləllahi min hədihil əyyəm. Bu günlərdə edilən salih əməllər ilin digər günlərinə nisbətdə Allaha daha sevimlidir. Allah qatında daha üstün əməllərdir. Əl-əməlu salihu fiyhə. Salih əməllər. Bütün salih əməllər, bütün ibadətlər bura girir. Lakin xas olaraq bəzi əməlləri nə üçün qeyd edirik? Çünki, görün, fikir verin qardaşlar. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu belə deyib durmuyub. Yəni, belə deyib durmuyub ki,
bu günlərdə edilən salih əməllər, ibadətlər ümumi olaraq deyib durmayıb. Əlavə olaraq da bir-bir ibadətlərin adını çəkib bu günlərdə edilməsinə təşviq edib. Bu əlavə təkiddir. Yoxsa əslində əvvəldə qeyd elədiyim hədis, İmam Buxarinin rəvat etdiyi hədis, əslində kifayət etməlidir. Çünki salih əməl deyəndə bütün ibadətlər ora girir. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm vaxt aşırı möminlərə bir xatırlatma, bir nəsiyyət olsun deyə ibadətləri ayrı-ayrılıqda qeyd edib. Onlardan da birisi nədir? Oruz ibadəti. Ona görə Allah Resulü Aleyhisselatü Vesselam'ın zövcələr deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Zilhiccə ayı girdi, o ilk 9 günü ki var, çünki 10-cu gün artıq bayram günüdür, oruz tutulmur. Amma bayram günündə, hətta təşrik günlərində belə salih əməllər davam edir. Bayram günü belə o fəzilətli günlərə girir. Bu da Ramazanda yoxdur yeri gəlmişkən. Çünki Ramazanın bayramı Şəvvalın biridir. Artıq Ramazan çıxdı. Amma Zilhiccənin bayramı Zilhiccədədir və ən xeyirli 10 gündən birisidir, sonuncusudur. Və biz salih əməllər deyəndə bayram günü də buna daxildir. Lakin bayram günü oruç tutulmadığına görə Allah Resulü Aleyhisselatü Vesselam ilk 9 günü tutardı. Və ən azından burada şərt deyil. Ola bilsin biri 9 günü tam tutmasın, nəyi bacarır onu eləsin. Ola bilsin bir gündən bir tutsun. Ola bilsin xəbəri olmasın, bilməsin, unutsun. Zilhiccənin 3-dən başlasın, 5-dən başlasın, fərqi yoxdur. Nə qədər çox əməl edə bilir, artıra bilir, fürsətlə istifadə eləsin. Və xüsusən də Arafa gününü, yəni Zilhiccənin 9-cu gününü oruç tutmaq. Çünki o barədə xas hədislər varid olur. Həmçinin əməllərdən, hansı ki o barədə yenə də xas təşviq gəlib, dua. Yəni bu günlərdə duaları çoxaltmaq. Qul mə ya'ba'u bikum rabbi ləulə duaukum. Uca Allah buyurur ki, de ki, əgər sizin Allaha duanız olmasaydı, Rəbbim sizə dəyər verməzdi. Əl-Furqan surəsi axırıncı ayədə. Bu ayə nəyi göstərir? Yəni, bəndənin Allah qatında olan dəyərini ölçən əməllərdən biri və birincisi duadır. Ona görə şəriətdə bütün salih əməllər həm də dua adlanıb. Ona görə alimlər deyirlər ki, duanın 2 növü var. Biri, dua məsələ, istək duası, Allahdan nəsə istəyirsən, bildiyimiz. Bir də var, dua ibadə, ibadət duası. Bu mənada zəkat nədir? Duadır. Həc duadır. Qurban duadır. Bütün ibadətlər nədir? Duadır. Niyə? Çünki bütün ibadətlərin mayasında dua var. Dua qəsdi var. Çünki sən nə üçün qurban kəsdin? Məgər bununla sən Allahı çağırmadın əməlinlə. Biri var, insan dili ilə Allahı çağırır, bir də var əməli ilə. Əməli ilə Allaha səslənir. Ona görə bütün ibadətlər həm də duadır. Və qulun Allah qatında o dəyərini ölçən ən birinci şeydir. Ona görə hədisdə gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən ləm yəsəlilləh yağdab aleyh. O kəs ki, Allahdan istəmir, Allaha dua eləmir. Qəlbi buna açıq deyil, dili buna açıq deyil, Allah azə və cəllə ondan istəməyən quluna qəzəb edər. Bu hədisə əsasən alimlər deyirlər ki, ümumiyyətlə duanın hökmü vacibdir. Ümumilikdə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, xayrud dua, dua yevm Arafə. Ən xeyirli dua Arafa günü edilən duadır. Bu da məhz Zilhiccə ayı barədə gəlib. Ramazan barədə gəlməyib. Və doğru olan budur ki, bu fəzilət Arafa yerinə yox, Arafa gününə xasdır. Yəni hacılara xas deyil. Arafada vaqfa duranlara xas deyil. Arafa gününə xasdır. Hamımıza aiddir. İstər həcdə olsun, istər olmasın.
Ona görə hədisdə qeyd gəlmədi. Arafa yeri gəlmədi, məkan gəlmədi. Nə gəldi? Arafa günü. Xayrud dua, dua-i yevmə Arafa. Ən xeyirli dua Arafa günü edilən duadır və bir ləfsdə gəlir ki, ən fəzilətli dua. Deməli, burada nəyə təşviq var? Bu günlərdə duaları çoxaltmağa. Ona görə bu günlər gələndə, Zilhiccə ayı girəndə, xüsusən də Arafa günü sələflərdən əsərlər varid olub, məsələn, İbn Abbasdan məscidə çəkilərdi. Və Yahya ibn Ma'in cəmaatla birlikdə məscidə çəkilərdi. Toplu şəkildə yox, yəni hərə özü öz halı ilə ibadətə. Yəni bu günü, bu günləri bazarda keçirməzdilər. Hətta bunu gəlib tələbələri İmam Əhməddən soruşanda ki, sələfdən belə əsərlər varid olub, bu barədə nə deyirsən? İmam Əhməd deyir ki, heç bir problem yoxdur. Yəni soruşan ola bilsin, soruşmaq istəyir ki, yəni görəsən bu günləri, xüsusən də Arafa gününü məscidə çəkilib, ibadətə çəkilmək, yəni bu mənada bidətə girir ya girmir və İmam Əhməd rahiməhullah sələfdən bəzi əsərləri nəql edir. Və onlardan da birisi İbn Abbasın əməli. Və həmçinin əməllərdən zikri çoxaltmaq. Və bu barədə də xas hədislər varid olub. Və bir rəvayətdə, əvvəldə dediyim hədis, Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndə ki, bu günlərdə edilən əməllər Allaha ən sevimli və ən əfsəl əməllərdir. Sonra buyurur ki, فَأَكْثِرُوا فِيهِنَّ مِنَ التَّهْلِيلِ وَالتَّحْمِيدِ وَالتَّكْبِيرِ. Elə isə bu günlərdə təhlili, La ilahə illallah zikri, təhmid, elhamdülillah və təkbir, Allahu Akbarı çoxaldın. Əkthiru fihin. Bu günlərdə Allahı zikri, təkbiri, təhmidi və təhlili çoxaldın. Ümumiyyətlə, Zilhiccənin təkbirləri iki növdür. Zilhiccənin təkbirləri iki növdür. Bir, müqayyət olan, bir də mutlaq olan. Mutlaq olan təkbirlər nədir? Yəni, namaza bağlı olmayan təkbirlər. Namaza bağlı olmayan zikirlər. Bu başlayır Zilhiccə ayı girən kimi. Ta ki, Zilhiccənin 13-cü günü əsr namazına çat. Namaza bağlı olmadan 13 gün ərzində, hətta 10 günü də aşır. Təşrik günləri də girir bura. 13 gün ərzində namaza bağlı olmadan evdə oturmusan, minikdəsən, məscidə gedirsən, yoldasan, hə? Allahı zikr etməyin, zikri çoxaltmağın, hətta sünnədir ki, bunu edəndə səsi qaldırmaq. İbn Ömər radiyallahu anhu və Abu Hüreyrə yolda gedəndə, bazarda gəzəndə təkbir gətirərdilər. Allahu akbar, Allahu akbar, la ilahə illallah, Allahu akbar və lillahil hamid, Allahu akbar kəbira, vəlhamdülillahi kəthira və subhanallahi bukratan və asilə və səslərini qaldırardılar. Cəmaat da kim ki eşidirdi, qoşulurdu və bir xor əmələ gəlirdi. Hətta bəzi əsərlərdə gəlib ki, məscidin içində sələfdən kimsə oturub təkbirdə, zikirdə səsini qaldıranda, məsciddən içində kimsə bunu eşidir, o da ona qoşulurdu. Sonra məscidin çölündə olan kim ki eşidirdi bunu qoşulurdu və beləcə məsciddə başlanan təkbir bazaracan gedirdi. Hətta bir əsərdə gəlib ki, Minada İbn Ömər radiyallahu anhu öz çadırında təkbir edərkən, Allahı zikr edərkən səsini qaldırır və cəmaat eşidir və hamı qoşulur. Ravi deyir ki, sanki Mina sirkələnirdi. Bu nədir? Bu mütləq təkbirlərdir, namaza bağlı olmadan. Gecə, gündüz, nə qədər çoxaltdın, öz kisəvə yığırsan, əcr kisəvə. Bir də ikinci növ hansıdır? Müqayyəd olan.
namazlara bağlı olan təkbirlər. Bu da başlayır Arafa günü sübh namazı ilə ta ki bayramın sonuncu günü Zilhiccənin 13-ü əsr namazına can. Edilən təkbirlərdir namazlardan sonra. Buna da deyirlər nə? Müqayyəd olan təkbirlər. Və həmçinin bu günlərə xas olan əməllərdən birisi də qiyamul leyl, gecə namazları. Fikir verin, nə qədər səhv təsəvvürlər var. Biz gecə namazları deyəndə nə yada düşür? Hansı ay? Ramazan ayı. Təravih namazları, düzdürmü? İndi baxın Allah Azza və Cəllənin ayəsinə. Vəl-fəcr və ləyəlin aşr. And olsun fəcrə və and olsun 10 gecəyə, gündüzə yox. And olsun 10 gecəyə. Bilirsiniz bu 10 gecə hansıdır? Zilhiccə ayının ilk 10 gününün gecələri. Ramazanın son 10 gününün gecələri deyil. Və sələfin cümhuru belə deyir. Və doğru olan da budur. Allah Azza və Cəllə Zilhiccə ayının ilk 10 gecəsinə and içir. Ona görə tabiinlərdən, sıravi tabiinlərdən deyildi, tabiinlərin imamlarından Said ibn Cübeyr rahiməhullah deyərdi ki, Lə tutfi'u surucəkum ləyəliyəl aşr. Zilhiccə ayı girdi, bu 10 gündə çıraqlarınızı söndürməyin. İnsan yatanda çırağını söndürür axı. Yəni gecələri oyaq qalın. Ona görə hədis əhlindən, alimlərindən İbn Asakir rahiməhullah ildə 2 dəfə etiqafa girərdi. Gecə namazlarına görə. İldə 2 dəfə. Ramazanın son 10 günü ilə Zilhiccənin ilk 10 günü. Bayram axşamı etiqafdan çıxırdı bayrama görə. Bu Zilhiccəyə nisbətdə sələfin halı bax belə olub. Və bu bütün salih əməllərə aiddir. Quran oxumaq, yəni Quranı xətm etmək, sədəqə, tövbə, istiğfar, qohumluq əlaqələrini möhkəmləndirmək bu günlərdə. Bütün salih əməllər bura daxildir. Hətta sələfdən varid olub, fikir verin, kimin ki Ramazandan qəzası qalırdı, xüsusən qadınların, bəziləri saxlayırdı Zilhiccənin ilk 9 gününə ki, həmin qəzaları bu günlərdə tutum ki, o əcri artıqlaması ilə alım. Zilhiccə ayında zəkat çıxaranlar var idi. Məsələn, bugün müsəlmanlarda dəb olan nədir? Bunu Ramazana salmaq. Əslində, bunu heç Zilhiccəyə salmaq da düzgün deyil. Bu təbii prosesdə olmalıdır. Sənin malının zəkat miqdarı ilin hansı günü gəlib, hansı vaxta düşdüsə, o vaxta çıxarırsan. Və həmçinin bu günlərə xas olan əməllərdən birisi də qurban ibadəti. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kimin imkanı olar və qurban kəsməsə, bizim namazgaha yaxınlaşmasın. Və həmçinin əməllərdən birisi də qurban kəsəcək adamın Zilhiccə ayı girəndən sonra ta qurbanı kəsənə qədər bədəninin tükünə, dırnaqlarına əl değməməsi. Məsələn, bığını qısaltmır, dırnaqlarını kəsmir. Sanki həcdə olan muhrimlərlə, ehramlı olan adamlarla bir növ müştərək olur. Ta qurbanını kəsənəcək. Bu da bu ayda qurban kəsəcək adamlara xas olan əməllərdəndir. Ki, hansı ki, bu barədə xas dəlillər varid olub. Və həmçinin qardaşlar, son olaraq bir şey də deyim. Salih əməllərdən və ibadətlərdən əlavə həmçinin bu günlərdə insanın asiliklərdən uzaq durması. Təbii ki, bu bütün ilin bütün günlərinə xasdır. Lakin insan onda olan məsuliyyət bu günlərdə daha çox olmalıdır. 2 səbəbə görə. Bir, fəzilətli günlər olduğuna görə bu Ramazana da aiddir.
Yəni sizcə hansısa adi bir ayda edilən günah ilə Allah qatında xeyri, bərəkəti, fəzilətli olan bir gündə, bir ayda edilən günah eynidir. Hansısa bir yerdə edilən günah ilə. Demirəm Məscidül Haramda. Allah evlərindən birində hansısa bir məsciddə edilən günah eynidir. Eyni deyil. Savabı artıq olduğu kimi günahı da artıqdır. Bu birinci səbəb və ikinci səbəb də nədir? Bu ayın, Zilhiccə ayının haram aylardan olması. Ona görə Allah Azza və Cəllə deyəndə ki, minhə ərbaatun hurum, o 12 aydan 4-ü haram aydır və onlardan da birisi Zilhiccədir. Sonra ayənin davamında uca Allah buyurur ki, fələ təzlimu fihinnə ənfusakum. Bu aylarda öz nəfslərinizə zülm etməyin. Günahlar, asiliklər edərək. Bu aylarda öz nəfslərinizə zülm etməyin. Ona görə hər bir müsəlman bu ibadətlərlə, salih əməllərlə yanaşı, həm də öz dilini, gözünü, qulağını, əlini asiliklərdən, günahlardan, qeybətdən və s. uzaq tutmağa da həris olmalıdır. Eyni ilə Ramazan kimi bu da bir məktəbdir. İnsanın öz nəfsinə qayıtması, nəfsini islah etməsi və Allah Azza və Cəlləyə yaxınlaşması üçün bir fürsətdir, bir məqamdır. Və istiğfar, tövbə, dualarla, orucla, gecə namazları ilə, Quran qirayəti ilə, salih əməllərlə dolu olan bu günlərdən sonra gəlir müsəlmanın nəyi? Bayramı. Və müsəlmanın bayramı budur. Şəriətin təşviq elədiyi, şəriət məhfumunda olan bayram budur, həqiqi bayram. Müsəlman buna görə sevinir. Allah qatında nail olduğu nəyəsə görə. Barakallahu fikum. Dua edirəm ki, Allah Azza və Cəllə bizi eşitib fayda götürən qullarından etsin. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.